Salam olsun hidayətə tabi olanlara. Əziz və mehriban həqiqətən ailə olan prezidentimizin ailəsinə, yəni kimə başçılarımız kimdir orada deyil? Bizim deyil. Başçılarımızdır. Yaxşı təf axtarını tapın. Sonra göz təf axtarmıyorum. Axır şəhərdə düzgün deməyə çalışsın. Bizim başçılarımız İlham Əliyev, Qurban olma Allahım, Mehriban Əliyeva xanım, xahiş edirəm, cənab prezident, məni pis başa düşməyin. Mən müraciətlər eləmişdim ki, anamı ürəyimi verir, nə bilim, atır, ürəyi xəstədir. Yəni, YouTube'da burada paylaşmışdım. Mən dəli yerinə qalıram, bilirəm. Çünki o həqiqətən axmağam mən o barədə ki, məni bu vəziyyətə salmış, polislərə qol çəkərək, hər dəfə məni dəlxanəyə salanda polisdən aparıblar. Polislər mamamı aparıblar, çağırıblar daha doğrusu. Hər dəfə gedib qol çəkirdi. Məni dəlxanəyə salmaq üçün mamamdan istifadə edirlər. Hələ onun izahını vermir, nə qovuydu, çəkirdi. Mən o adama axı niyə ürəyimi bağışlamaq istəmişəm, niyə donor axtarmışam, axtarmaq fikirlə evimi satıb istəyirdim, donor olsun, yox. O bir videolarda paylaşmışdım, 2 dənə video paylaşmışdım ki, Mehriban xanım, sizin əlinizdən gəlir, imkanınız olur ki, yəni Türkiyədə deyirlər, o operasiyanı deyirlər. Mən əgər ola düşməyəm, çoxdur komiyə düşsəm, demişdim ki, mənim ürəyimdə elə bir şey olsa 5 dəqiqə sonra nə olur, amma Allah deyir, mənim ürəyimi versinlər mamama. Xeyr, qətiyyən Allaha qurban olun. Nabarod onu öldürmək mənə halaldır, tutulmağı da mən bilirəm ki, elə edirlər, tutulur. Əslində tutulmaq mənə olmaz. Öldürmələm, mən nəyimə lazımdır öldürmək. Mən adam öldürən deyiləm. Amma mənim haqqımı o qədər tapdalayıb, ölməkdən bətər edib məni. Mən ölür yerində deyiləmmi, mən sözüm keçmir, mən məhkəməyə gəzəm, deyirlər, siz dəlisiniz, pasporta baxan kimi. Heç yerdə mənim sözüm keçmir, çox pis diagnoz yazdırıb mənim ona. Mənə 1-ci qrup əlinin psixik xəstəliyi, ruhu xəstəlik yoxdur, amma o ruhu xəstə adlandıran, qondarma ruhu xəstəliyi yoxdur, bildi sonra. Əvvəlki videolarımda var, deyil. 1-ci qrup əlini yazdırıb mənim anam mənə. Mən 2-ci qrup əlinin də müavinətini alırım. Bu qəddar düşmənə mən axı başım çatmırdı. Niyə elə ürəyim yanıb ki? İndi ayrılıram. Çünki mənim nəvələrim indi məndən bətər qovrulur. Düz adam bir gün çox pis olur, bir gün yaxşı olanda unudur. Mən elə bağışlayıram. Çox nağ yerə bağışlayıram mən. Adam düşməni bağışlamaz, qəddar düşməni bağışlamaz. Mən gərək hər kəslə o adamı bağışlayır ki, o adam əgər peşman olarsa, peşman olmayan adamı mən bağışladığım üçün tövbə edirəm. Qurban olma Allah'ım, bilmədiyim bir şey səndən istəməkdən sənə sığınıram Allah. Qurban olma, mənə bağışla. Əgər sən mənə bağışlamazsan, qurban olma Allah'ım. Həqiqətən mən ziyanı uğrayanlardan olarım. Çox səhət eləmişəm, nağ eləmişəm ki, bilmədiyim bir şeyi Allah'tan istəmişəm. Mən nəvəmin birini vurur qoltuğuna, dəhşətdə çörənin valəcinin evində danışmaq qoymayacaq. Mən dəli deyiləm, danışmır. Mən ona görə dəliyəm, dedin. Dəli deyilsən, naizsən, bilməsən, ürək yumuşaq. Mən deyir ki, danışma. Ne diyor? Çıxara meclisində heç. Allah'a qurban olun. Ev yox. Allah'a güvənin. Allah'a sana. Sağ olun. İnşallah bu sizə çatar. İnşallah. İnşallah. Allah. Raul Sara.